Salam dostlar, videoya xoş gəldiniz. Bugün 15.000 taş turnuvasının ikinci videosunu çəkmək istəyirəm. Söz çox uzatmadan oyunlara keçək. Əvvəlki videoda 3 oyun oynadım, üçündə qələbə oldu. Seçimi yenə bizə verdi birinci. Burada oxları götürək. Art götürdüm. Biz nə götürə bilərik buradan? Keşiş götürmək istəyirdim əvvəl. Keşişi də götürə bilərəm, amma belə baxıram. Oxları həmişə darta çıxartmam olur, ona görə yaramazı götürüm. Yəni keşişi götürsə kraliçəni götürəcəm. Əslində keşiş biraz kraliçaya antidir, çünki özəlliyini basanda qaytarır oxlarını. Goblin yıkıcı götürdü, iskelet götürdü. Biz nə götürək? Məncə götürək kraliçəni. Keşişə o qədər də ehtiyac yoxdur hələ ki. Amma keşişi götürüb kraliyyət ev dəstəsi qurmaq olardı. Hələ ki ehtiyac yoxdur. Burada tank kartı yoxdur deyə gecə cadısını götürək. Arxadan çıxmağa yaxşıdır. Qabağına atak kartı qoyanda. Deməli, rəqibin nə götürəcəyinə baxmalıyam. Atak kartını ən axırda götürməliyim, çünki bilməməli nə götürdüyümü. Bax, qutar bu oyun seçsə yaxşı. Prens götürdü. Prens anti olmaq. Ayda bu biraz yaxşı olmadı prens. Mən prensi nə ilə durdura bilərəm? Şey götürmək olar. Mezar taşı. Amma 2 bina məntiqsiz olar. Burada cadı da götürüm görəsən. Yox, 2 cadı bir dəstədə nə qədər yaxşı olar. Bilmirəm. Nə götürüm? Götürək cadını, görək nə olur. Sonra raket götürmək istəyirəm. Amma raket çox ağır olar. Ona görə nə götürüm? Bombacı götürüm. Büyük götürmək istəmədim. Kartopu götürdüyümdə atak kartı seçməliyəm. Mən atak kartı seçsəm o bina seçə bilər, amma atak kartı olmayası ondan. Ona görə məncə kraliyyət devini burada götürmək olar. Götürdüm. Biraz yaxşı olmadı dəstə. Felaket kulesini götürdü, amma atak kartı olmadı. Ona görə diqqətli oynayaq ki, vuranmasın. Bildik ki, prens heç nə yoxdur. Yaramaz atıram. İskelet çıxartsadı. Neysə. Ən azından vurmadı. Ona Valkür atar məncə. Valkür bir bombacı ilə müdafiə eləmək olar. Atak bombacını. Belə bir şey edək. İndi atım bunu. Raket atmaz herhalde. Eşet attı getdi. İndi arxadan kraliyyət devi atmaq olar. Cadı. Alev top edə bilər. Qəşəng. Yaramaz. Felaket kulesi atacağını dedim. Qəşəng. Oxlar. Dart gör. Dart görmək yaxşı oldu, amma görməmək yaxşı olmadı, amma ən azından kraliyyət devini vuranmadı. Eyvət, adam çünki felaket kulesini çox pis attı. Direkt qabağına da ata bilərdi. Deyin.
Kraliyet evinin. İndi atağa daha heç çıxmayacağım. Sadəcə bir kule almaq üçün oxlar döndürə bilərəm. Kafes basaq. Məncə ən məntiqlisi burada kafesdir. Kafesi bastım. Arxadan kraliçə atın özelliği lazım olar. Sonra cadı basmaq olar. Bastım cadını. Tez bastım ki 2 dəfə iskelet çıxarda bilsin. Burada özelliği çıxardım. Oxlar. Burada yaxşı oldu. Kraliyet evini Kraliyet ev adında seyib bastım. Neyse. Özelliği de basanmadı. Sağdan girək. Mən də o atmanı istəyirdim ki, iksir xəstəsini vurmaq fikrim yox idi onsuzdan. İndi kafes ataq yenə. Sonra arxadan cadı ilə çıxmaq olar. Buradan çıxaq. Dibinə yaramaz. Bombacı. Yəni deyək. Dört qalibiyyət 0 məğlubiyyət. Keçək növbəti oyuna. Yapon gəldi. Bol şans deyək Yapona. İlk əldən ona verdi seçimi. Tomruğu da götürdü. Biz nə götürək? Oxlar götürək. Sonra koruma götürək. Çünki tomruq tək atmır. Sonra baxıram belə nə dəstəsi qurmaq olar. Beyt kartlar çoxdur. Cellad altı almaq olar. Indidən çıxartdım. Bina kartını. Bina kartını tez çıxartmaq. Bax, Yapondan nə gözləyirsən? İksir golemi aldı. Cellad götürək. Atak kartını köstəbək götürürəm. Götürməsə çünki bina kartına təsir eləməyən bir şey götürməliyəm. İndi iksir golemini tez əritmək üçün biraz da kart götürməliyəm. Məsələn, oxçu götürmək olar. Yarasa da götürmək olardı. Bəlkə onu da götürdüm. Hələ ki bilmirəm. Şifacı götür baxaq. Bravo deyək. Bravo deyək. Bina götürməliyəm. Binanı götürdüm. Sonra havadan vuran heç şey götürməsə ən axırda balon da götürə bilərəm. İndi götürmək istəmirəm. Şampiyon kart. Kaş kafes götürərdim. Burada belə bir şey eləmək olar. Məncə bu göyə vuran kart götürməyəsin. Götürdüm madenci, güclü madencini. Göyə vuran kart götürmək. Balonu götürdüm. Binasını çıxardan kimi balondan girirəm. Bol şans deyək. Bəlkə ilk əldən gəlməyib ataq. Qəşəng. Balon ora burasıdır. İndi cellat ataq. Amma gəlir hücuma. Birinci Teslanı atsam yaxşı olar. Çünki Tesla tez dönərdi. Üstlərinə yarasa atasıyam. Attım. Adam tam girdi, tam girdi. Neyse, yaxşı oynadıq. Bravo deyək. Atdığı zəhir çox süper idi. Burada yaxşı oynadıq. İndi belə bir şey edəcəm. Bunu çıxardıram buradan. Qabağına nəsə atsa özellik basıram. Qəşəng. Onu çıxartmağını istəyirdim. İndi balondan girək. Sən Yaponsan deyirsən, layiqsən sən baba. Bundan atıram. Burada mənasını izah eləmək istəmirəm. YouTube videosu çəkirəm. Oyunu bırax. Oyunu bırax. Mən Yapon gördüm. Quşlar çəkməmişdə yananmaram. Bıraxarsan oyunu sən bıraxarsan mən. Bıraxmayasan yaxşı. Zorakılıq mənim lap xoşuma gəlir.
Nəysə çox şey eləməyək. Çünki comeback ata bilər çox kiçik xəstələrdən. Şifaçı atasıdır. Onların üstünə şey basaram. Yarasaya heç nə eləyənmir. Goblin yıxıcıya heç nə atmaq istəmirəm. Bir oxlar basaq. O özəlliyini basası böyük ehtimal. Bilirəm də Yapon beyni maksimum bu qədər işləyə bilər Yapon beyni. Balon basaq. Şok olasın. Hələ sən. Ana emoji. Hələ sən bunu görəndə şok olasın. Yapon gördüm. Aç ağzı. Belə. Hələ sən bunu görməmişsən, hələ sən. Siz də bilirsən də 7-8 santim. Nəsə çox pisləşmək keçər növbəti videoya. Video nədir? Növbəti oyuna. Bundan sonraki oyunu udursam da var. Sirgolemi oynayan Yapona 3 təkcə etdim mənə bəsdir. İlk əl bizə verdi. Nə götürək? Burada götürək kartopunu. Kartopu mənə xoşuma gələn sıfır kartdır. Yenə burada xoşuma gələn kartlar var. Onu götürdüm. Mega götürdü. Bu da deyəsən mən deyəndəndir. Bunlara qarşı iskelet götürək, yaramaz götürək. Ya da ki bina götürməliyəm. Amma nə götürsəm yaxşı olar. Prens götürüm. Megaya qarşı, sonra obslərə baxaram. Yenə Yapon gəldi. Yapona bol şans deyək. Səhv atdım. Yapona bol şans deyək. Təbrik edirəm, nihai olmusan. İndi binar kart götürməliyəm. Nə götürüm? Məncə kafes daha yaxşıdır. Sonra nə götürmək olar? Fişəkçi götürmək olar. Çünki belə baxıram fişəkçiyə kiçik büyüsü yoxdur. Yəni kiçik büyü yoxdur seçməyə. Mən özüm də atak kartı seçməliyəm. Belə baxıram atak kartını seçmək olar. Ağlıma hələ ki düşünürəm. Bir də ki göyə vuran kartım azdır. Ona görə buz büyücüsü götürüm. Yaramazı götürüm görəsən. Yaramaz. Məncə balıqçı götürək. Sonra kraliyyət devi götürərəm. Yox, xoşuma gəlmədi. Yaxşı dəstə qurmadım. Deyəsən uzacam. O Yapona qarşı udulmaq istəməm. Nəsə əlimizdən gələn edərik. Atak kartı məncə seçməz dayından sonra bina seçər. Bina seçsə atak kartı mega şövalye kimi olasıdır. Bunun göyə vuran kartı yoxdur. Ona görə yenə balon götürə bilərəm. Götürdüm balon. Son anda götürə bilər göyə vuran bir kart. Avcı falan götürə bilər ya da bir okçu. Görək nə götürəsidir. Adam nihai olan oyuncu. Ona görə biraz ehtiyatlı oynayıb top götürdü. Yaxşı oyun olmayasdı. Biraz seçimlər pis oldu. Nağaraq. Belə bir şey edək ki, ora vurmasın. Onlara heç nə atmaq istəmirəm. Kafes qoyaq. Kafes atarını vurmazdılar. Nəysə. Belə bir fişəkçi atım. O fişəkçini öldürər. Ona görə balon basın. Belə bir kartopu. Bir dəfə vur balon. Geçək. Prens. Balon vur. Balon vurmadı. Ona nəsə atmalıdır. Mega şövalye çıxardar görürsən onu. Madenci çıxartdı. Arxadan büyücü ilə çıxmaq olar.
Bastım yüzünü. Ama onu nə ilə dəstəkləmək olar? Hələ ki ağlımda heç nə yoxdur. Zehir döndürür adam. Kafes basar. Balon basar ortadan. Ölmə buz büyücüsü. Qəşəng. Bir dəfə vur. Neyse. Böyle bir şey edək. Qabaqdan tez prens atmaq istəyirəm. Amma yox, mega basastıcı. Mega gəlir. Çaş ölməzdi. Neyse. Madenci atası böyük ihtimal. Balıqçı ataq. Kafes atın. Zehir basası. Böyle bir iskeletler qəşəng. Sonra böyle bir büyücü. Arkadan prens. Fişəkçi. Balon. Top gələr buralara. Qəşəng. Yine büyücü. Bu ataktan nəsə çıxmalıdır amma çıxmayasın. Yine fişəkçi ataq. Balon atarıq. Fişəkçi keçmə qabağa. Qəşəng. Yine belə bir top. Topa qarşı belə bir şey. Mən topa yox onu. Hələ indi mənə çatırsa atmalıyam. O mızraqlıları. Belə bir iskeletlər ataq yine. Arkadan prens. Zehir atmasın diye buradan böyle bir şey eləyək. Attım. Fişəkçi. At şeyləri. Qəşəng. Gözləmə. Sən bir şey. Balon vurmadı yine. Topu döndü mü bilmirəm. Attım. Çok hissi xərclədi. Büyücü. Fişəkçi. Prens. Yox, bu an getdi deyəsən. Qabaqdan bir kafes basaq. Dedim ki, hafifdən bir şey basar da basmadı. Buz büyücüsü. Təxmin. Neyse. Yine elimizden geleni eləyək. Böyle bir şey. Balon. İskelet. Təxmin. Biraz qaçdıq. Yaxşı darlamışam. Yax, mega şövalyen çatdırası. Balıq çataq. Mega şövalyen çək. Prens get vur. Prens arkaya dönür prens. Yax. Getdi bu. Bir oyunu deyə. Adam mega şövalye götürmüştü. Onu hiç eləyəmədi. Get yapalım. Get. Yaxşı bildi yutdum. Get. 5 qalibiyyət, 1 məğlubiyyət. İzlədiyinizə görə təşəkkürlər. Videoyu bəyəndiyseniz bəyənib abunə olmayı unutmayın. Sağ olun, salamat qalın.